qar xəttini mən çəkirəm. Məsələn, özüm üçün bir dənə dağın təpəsindən bu xətti çəkdim. Buradakı temperaturu həmişə yazıram 0 dərəcə Selsi. Mənə misal üçün məsələ verilibdir. Deyir ki, dağın ətəyində temperaturumuz 24 dərəcə Selsidir. Dağın ətəyi də okean səviyyəsində yerləşir. Məsələn, olsun 0 metr. Okean və dəniz səviyyəsi 0 metrdir. Qar xəttinin hansı hündürlükdən keçdiyini müəyyən. Mən yuxarıdan o xəttə çəkdim, 0 dərəcə Selsi yazdım ona. Aşağıda ətəkdə isə 24 dərəcə Selsi. Aradakı temperatur fərqi 24 dərəcədir. Temperatur fərqi metr çevrində 1000 metrimizdə 6 dərəcədirsə, x də 24 dərəcədir. 24-ü vuraraq 1000-ə, 24000 bölərək 6-ya 4000 metr. Yəni mən bəli 0 metrdən okean səviyyəsindən 4000 metr yuxarı doğru qalxsam, burada temperatur 0 dərəcəyə düşəcək və qar yağacaq. Yəni bundan sonra yağan yağıntılar hamısı qar şəklində düşəcək. Nəyə görə? Çünki su 0 dərəcə Selsidə donur və yağan yağışlar hamısı qar şəklində yağır. Ona görə qar xətti temperaturun 0 dərəcəyə düşdüyü hündürlüyə deyilir. Sonra indi bununla bağlı məsələlər var kitabda. Bir onlara da baxaq istəyirsə. Çünki orada yamaclarla bağlı olan məsələlər də var. Onları da istəyirəm izah edeyim. Kitabda deməli səhifə 100 tapın bir dənə səhifəsini 162-də. 162. Deyir ki, dağın yamacında 2000 metr hündürlükdə yayda havanın temperaturu 18 dərəcə Selsidir. Mən bayaq dağın ətəyinə başlamışdım çəkmək. Amma burada 2000 metr hündürlükdə yerləşir dağın yamacı və burada temperaturumuz 18 dərəcə Selsidir. Bizə deyir ki, qar xətti hansı hündürlükdən keçir? Qar xəttini də çəkdim. Buraya yazıram 0 dərəcə Selsi. Hansı hündürlükdən keçdiyini və dağın hansı iqlim quşağında yerləşdiyini təyin edin. Mən onu deyəcəm indi iqlim quşaqlarını sizə. Sxem formasında var orada kitabda. Deməli, qar xəttini tapaq. 0 dərəcə, 18 dərəcə. Əvvəlcə bunlar arasındakı temperatur fərqini tapıb metrə çevirək. 18 dərəcədir. 1000 metrdə temperaturumuz bəli 6 dərəcədirsə, 3000 metrdə olacaq 18 dərəcə. Yəni 3 dənə 6. 18 dərəcə. Deməli 2000 metrdən sonra bir 3000 metrdə yuxarıya doğru qalxmalıyıq ki, burada temperatur 0 dərəcə düşsün aşağı, qar yağsın. Və ümumilikdə bəli, qar xətti bu 0 metrdən hesablayası olsaq, çünki dağın yamacı yerləşirdi 2000 metrdə. 0-dan 2000 metrə qədər 2000, ondan da o tərəfə bir 3000 getməliyik. Toplamda qar xətti oldu 5000 metr. Yəni 5000 metr yuxarıya doğru çıxsaz, orada yağıntılar qar şəklinə düşəcək. Qar yağacaq burada. Və 5000 metr hündürlük aiddir ekvatorial iqlim quşağına. Sonra ikinci məsələyə də baxaq. Deyir ki, sxemdə verilən dağın şimal və cənub yamaclarında qar xəttinin hansı hündürlüyünü hesablayın və suallara cavab verin. Mən belə bir dağ çəkirəm. Məsələn, baxın burada, oradakı çəkilən sxem formasında yazaq. Burada ətək ilə zirvə qar xətti arasında 22.2 dərəcə temperatur fərqi var. Buraya yazarım 0 dərəcə Selsi. Bu da 0 dərəcə Selsi. Çünki bu qar xəttinin keçdiyi yerdə. Burada yağan yağıntılar qar şəklində düşüb hamısı. Burada isə temperatur fərqi 24 dərəcə Selsi. Burada dağın şimal yamacıdır. Burada isə cənub yamacıdır. Baxırıq ki, cənub yamacda qar xətti aşağıdan keçir. Amma şimal yamacda qar xətti yuxarıdan keçirdir. İndi hesablasaq, 1000 metrdə temperaturumuz 6 dərəcədir. X-də isə 22.2 dərəcə. Yəni 0 dərəcə ilə ətək arasındakı temperatur fərqini tapdıq. X dedik 3700 metr. Digərində isə X-də olacaq, deməli, promoyu yazmayayım, izahla yazım. 1000 metrdə deməli temperatur 6 dərəcə idi, X metrdə isə 24 dərəcə. Bu da deyirdi, bayaq hesaplamışdıq 4000 metr. Yəni bu o deməkdir ki, siz bu tərəfdə, cənub yamacı tərəfdə bir 3700 metr hündürə qalxmalısınız ki, qar yağsın. Amma şimal yamacı tərəfdə daha çox qalxmalısınız, 4000 metr hündürlüyə qalxmalısınız ki, qar yağmış olsun. Çünki şimal yamaca günəş şüaları çox düşür. Cənub yamacı isə az düşür. Günəş şimal yamaca doğru, dağın şimal yamacı günəşə doğru meyləndir. Amma cənub yamaca günəş şüası az düşür. Ona görə də orada məsələn biraz hündürlüyə çıxsaz, temperaturun 0 dərəcəyə düşdüyünü görəcəksiniz və orada qar yağacaq. Çünki ərazi soyuqdur, günəş şüası az düşür. Amma şimal yamacı isti olduğuna görə, günəş şüası orada çox düşdüyünə görə çox yuxarı gərək qalxasan ki, orada temperatur 0 dərəcəyə düşsün. Ona görə də isti ərazilərdə, dünyanın məsələn hansı isti ərazisində və tropiklərdə
Çox yüksəyə qalxmaq lazımdır ki, temperatur 0 dərəcəyə düşsün. Çünki tropikdə düzən yerdə belə adi vaxtı 40 dərəcə temperatur olur. 40 dərəcə istidirsə, siz yuxarıya neçə metr qalxmalısınız ki, məsələn 6000 metrə yaxın qalxmalısınız ki, temperatur 0 dərəcəyə düşmüş olsun, ondan sonra qar yağsın. Amma məsələn soyuq ərazi olan mülayim enlikdə 2500 metr hündürlüyə qalxdıqsa, qar yağmış olacaq. Çünki onsuz da ətəkdə temperatur məsələn 15-20 dərəcədir. Və yaxud da qütblərdə 0 metrdə dəniz səviyyəsində qar yağır. Çünki qütb ərazisidir. Günəş şüası çox kiçik bucaqla düşür və yağan yağıntılar hamısı qar şəklinə düşür. Onsuz da yəni soyuqdur. Ətəkdə lap olsun 2 dərəcə Selsi yuxarıya çıxmaq üçün nə qədər lazımdır? Məsələn 50 metr, 100 metr çıxacaqsınız, qar yağmış olacaq. Aydın oldu? Evet.